Deməli bu təyyarənin iç karkaz hissəsini CNC-də kəsdim. İndi və nəyə görə mən burada oyuqlar açmışam? Səbəb bunun həm karkazı oyuq açanda ağırlıqlar deməli bir nöqtəyə düşmür, sınma olmur. Paylanılır cürbəcür hissələrə. Ağırlıq məsələn yük bu hissəyə birbaşa düşürsə, yumruların vasitəsilə yük ətraflardan keçid eləyərək digər hissələrdə cəmlənir və yaxud da paylanılır. Əlavə olaraq da çəki baxımından çox üstündür bu şeylər, bu oyuqlar. Məsələn, hazırki çəkisi 39 qramdır görürəm. Amma bunları yığanda çox balacadır ya. 6 8 qram. Varsa 8-9 qram deməli yüngüllük əldə olunur. Bu hər birindən 8-9 qram, bu eləyir 20 qrama yaxın bir çəki. 20 qramda təyyarə göydə olanda çox böyük bir rəqəmdə olsun.